Bəli. Nə qədər nəvəniz, nəticəniz var? Bu sizə bir var dövlətdirmi? Var dövlət, özü də necə var dövlətdir. Var dövlət, bir var əldən gedən var dövlət var. Bir də sənin başını ucaldan var dövlət var. Mənim olan var dövlətim, nəvə nəticəm mənim başımı ucaldandır. Onların hərəkətləri məni yaşadıb. Maşallah. Onların hərəkətləri. Mənim 20 nəvəm var. Oğlan, qız. Onların da 20 nəfərdən başqa 10 nəfər də nəticəm var. Maşallah. İndi mən hazırlaşıram, 2-3 ildən sonra da kötücə deyilən bir nəsil gələcək. Maşallah. Mən bax bu dəstəni, bu ordunu görəndə özümü xoşbəxt sanıram. Xoşbəxt. Çətin günlərimdə də dayaqdılar. Yaxşı günlərimdə də dayaqdılar. Allah sizə də yaxşı gün qismət eləsin. Siz o çətinliyi, mən belə başa düşürəm, sizin atanızın yeri cənnət olsun. Çox sağ olun. Babanızın yeri cənnət olsun. O dalında şələ, ot pişib gətirdiyi görüldü. Çox zarafatçıl kişi idi. Çox gözəl kişi idi. O gələcəyi görən adam idi. Düzdür, savadı yox idi. Amma gələcəyi görürdü ki, bura bizim vətən deyil. Onu eşitmişəm. Yarımçı qaldı, tikili orada. Görürdüm, ha. Gördün mü qardaşı? Görürdüm. Nəriman müəllim, siz öz evlatlarınıza, nəvə və nəticələrinizə yaxşı ata, yaxşı baba olmuşsunuz və davam edirsiniz. Bəli. Və müəllim də necə öz, bax bu saydıqlarınıza yaxşı müəllim ola bilmişsiniz. Yəni ailədə müəllim deyək də, onları bir müəllim kimi tərbiyələndirməyi bacarmışsınızmı? Bacarmışam, nətər bacarmışam. Mənim uşaqlarım, ya nəvə nəticələrim, ya belə yeznələrimə də tapşırmışam, qızlarıma da tapşırmışam, qohumlarıma da tapşırmışam ki, mən uşaqlarıma, əvvəlcə öz uşaqlarıma bir dərs keçmişəm ki, kiminsə süfrəsinin qalığına göz tikərsiniz. Daha mən sizdən imtina eləyərəm, sizdən oğul, qız kimi qəbul eləmərəm. Ağ kütünün heç biri deyə bilməz ki, Nəriman müəllimin oğlu ya qızı toyda mı, şanda mı o süfrənin qalanana ya süfrə başlayanda orada tapılsın. Mənim uşaqlarım tapılmayıb. Bu bir. İkinci, qonşularıma da tapşırmışam, qohumlarıma da tapşırmışam ki, bu çox, yəni, hörmətsizlikdir bir sözlə. Uşağın tərbiyəsi, tərbiyə, valideyn tərbiyə kimi uşağa dərs keçməlidir. Hər axşam, hər sabah. Az qalarıq, neynəyək, ay bala? Gün az qalarıq, sabah imkanımız olar, toq qalarıq. Bəli, belə də olur. Mən o günləri gördüyüm üçün balalarıma demişəm ki, siz bir qapıda görünsəniz, mən də elə bilin ölmüşəm. Nəriman müəllim, sir deyilsə deyə bilərsiniz, o vaxt nə qədər əmək qalırdınız? İşləyən müddətində, nə qədər əmək qalırdınız? Və siz əmək haqqı... O əmək haqqından razı idiniz, bəs eləyirdiniz sizə? Bizə bəs eləmirdi. Əmək haqqı 400 manat alırdıq o zaman. Maşallah. 400 manat. Maşallah. 40 manatdan 40 manat. 40 manat. O qırmızı onluq alırdıq. Amma bu yuxarı sinifə dəstəyən müəllimlərdən biz çox alırdıq. Niyə çox alırdıq? Bizə aklat yarım dərs verirdilər, onlara bir aklat dərs verirdilər. Məhəmməd müəllim bir gün dedi ki, mən ədəbiyyat müəllimi nahaq olmuşam, özümü danlamaqdan ölürəm deyir, direktor kimi. Gecə günüz dəftər yoxlamaqdan ölmüşəm. Xatalı müəllim kimi deyil, idman müəllim olardım. Və salam, dəftərin üzünün vərəqini dəyişirdi ki, bu, məsəl üçün, 41-ci ildir. Sabah onu o bir ili dəyişirdi ki, üzünü eləcə yazısını dəyişirdi. Amma 2 eləli qalırdı.
Yəni çətin idi. Nəriman müəllim, çox maraqlı söhbət edirsiniz. Yəni o qədər sual var ki, adam bilmir nədən verə. Siz artist olmaqla fəxr edirsiniz Nəriman müəllim? Of, artist. Niyə fəxr edirsiniz? Mənim niyə fəxr edirdim? Arçut 7 kəndə çörək verib. Aha, maraqlı 7 kəndə çörək verib. Bunu sən indi o yaşlı, mənim yaşımda olan kişilərdən soruşa bilərsən. Çox çörəkli kənd olub. Sulu kənd olub. Ən çox su Arçutda, orada 7 para kənd var idi. O Azərbaycan kəndi. Onların içərisində bizim Qışlaqdan başlayardan Saralın Sunuruna qədər bulaqlar axırdı, doluydu. Hətta bu hadisə başlayandan sonra yolun içindən Sirəfil müəllimgil tərəfdən yuxarı Hacı müəllim ev tikmişdi. Oradan yolun içindən artizan vurdular, su çıxdı. Bir də ki bizim su qışlağı Kirovakanı təmin eləyirdi. Artizan quyuları vurulmuşdu. Vadadaşqa nə idi? Oradan aşağıdan gətirirdilər. Getdi, birləşdirdilər. Ziyadığıdadır sən o şeylər, artizan quyuları? Yox, mən uşaq olmuşam, görməmişəm. Görmüşsən, eləmi? Görmüşsən, bizdə artizan quyuları, deməli, bax, bu yoğunluqda durbu ilə gedirdi. 3 yerdən vurmuşdular. Yəni su var imiş orada düzdür? Su. Tunellərdən su, Şərifin əlisi tuneldə işləyirdi. O gəldi, dedi də, çay yedi, Saralın çayı kimi çay. Hələ ondan güclü, o yaz başı nə qədər güclüydü, ondan güclü orada su var idi. Bizim hər yerdə su var idi. Bütün Qışlaqdan bir də Saralın yerinə qədər bulaqlar, kəndin hamısının bulağı vardı. Bizim 3 bulağım var idi mənim. Mən 3 bulaq gətirmişdim. Nəriman müəllim, bizim kəndin tarixi haqqında nə deyə bilərsiniz? Nəyi bilirsiniz? Nətəri? Kəndimizin tarixi haqqında nə deyə bilərsiniz? Kəndimiz, deməli, bizim əslimiz Qazaxdandır. Kəndə gələnlər. Kəndin elə, bizim kənd çox ardıc ağacı, evlərimizin çoxu ardıc ağacından ev damları var idi. Sənin yadındadırmı? O toyda Hətəmin qardaşının, o kişinin adı nə idi? Əhməd kişinin bizdə var idi. Sonra bu bunlarda var idi, bunlarda bax, Çingizgildə. Bizim Məmməd əmgildə 2 idi. Bizdə 1 idi, Məmməd əmgildə, yəni o qardaşlarda 2 idi, qoşa idi. Öy damı var idi, təndir də qurulurdu ortasında. Belə 10 metr kvadratında belə 4 gül tikirdilər, kərənləri bir-birinin üstünə qoğa gəlirdi, 50 santlıq baca qalırdı. Baca qalırdı. Onu sən görmüş olasın. Görmüşəm onu görmüşəm. Çox adamda var idi. Yəni, bu kərən tökülən, bizim kərən tökülən deyirlər, Dəroxardan filan. Sonradan, nə bilim, orada ardıc ağacı deyir, o Abdurrahman kişi yaşlı kişiydi, çox yaşlı. O danışırdı. Bizim əslimiz Qazaxdan köçüb Kirovakanın yanında Azərbaycan kəndi olub, Sunun o dağ tərəfdə. Yaqublu deyirlərmiş adına. Hərcan? Deyəsən adı Yaqubluymuş. Yaqublu idi, Yaqublu. Orada dururdun deyə biz köçənə qədər dururdu o qəbirlər. Oradan sonra ermənilər orada çoxalandan sonra yavaş-yavaş bizimkilər gəlir. Deməli, biri gedir 3 qardaş gəlib. Biri Sarala gedir, Sarı Alı deyirlərmiş. Biri Hallavara gedir, biri Arçutda qalır. Bizim kənddə o Şin lap təpəsində dururlarmış. O qədər sıxlıq, qalınlıq, o qədər belə cəngəllik imiş ki,
öküzün, malın harda otladığını, harda olduğunu bilə bilmirlərmiş. Bir adam çıxırmış o yalın kəlləsinə, harda baxırmış ki, ot belə silkələnir, nə biləmə, deyirmiş ki, falan yerdədir, mallar, öküzlər, nə bilim, atlar, falan yerdədir. Bax, belə, kəndimiz belə yer olub. Sonradan yavaş-yavaş kəsiblər, doğrayırlar, töküblər, sonra gəldi, çılpaq dağlar oldu. Bax, bunun kökünü kəsdilər. Sırxanada görüş şeydi, çubuqları var idi, palıt kötükləri var idi. Nərman müəllim, dərə yuxarı insanlarımız yaşayıblardı. O var nə deyə bilərsiniz? Arını aparırlarmış orada, dərə yuxarıda. Çıngıllar var idi. Çıngılları belə yarırdılar, arının yeşiyini qoyurdular. Oradan bir deşik açırdılar, arı hardan işləyəcəkdi. Qalan yeri daş idi, eləcə orada. Bir də gedirdin ki, bal axıb gedir. Bax, elə ya, ballı qaya deyirdilər. Yadındadır mı? Ballı qaya, Dəruxarı gedəndə sağ tərəfdə idi. Elə o söyüd ağaçları zat bitmişdi orada, bax, elə. Xal düşənin əyağı idi ora. Bəli. Nərman müəllim, sizin uşaqlıq dövrünüz kəndimizin çox çətinlik dövrünə düşüb. Çox çətin. Bəs sonradan cəmaət varlandı mı? Təsərrüfat artdı mı, inkişaf elədi? İndi cəmaət nətəri. Əvvəlcə bağ-bağat yox idi. Bir-iki adamda alça ağacı, nə bilim, gavalı ağacı, belə-belə, bəzində alma ağaçları var idi. Sonradan ki, əkin-biçin başladı, kələm başladı, kartof səpinməyi başladı, kartof səpdik. Yəni, mal-qaradan başqa, maldarlıq idi. Maldarlıqdan başqa əkinimiz başlayanda cəmaatın rüzgarı gün doğdu üstünə. Hətta Vladivostoka vertolyotla kələm apardılar, satdılar. Maraqlı fakt. Bəli, 3 manata, 5 manata. Mən Kirovakanda 3 manata kələm satmışam kilosu. Nərman, bəs bu yaylağa necə? Çıxırdınızmı? Siz uşaq olanda yaylağa. Orada sizin damınız var idi mı? Yaylaqda bizim damımız yox idi. Biz dəyə qururduq. Alaçıq. Qoy deyilsin. Qoy deyilsin yaylağı. Alaçıq qururduq. Bəziləri daşdan dam tikmişdi. Biz də elə var idi ki, qazırdıq yeri. Oradan xırda daşlar tapılırdı. Onu gətirib hörürdük bir yarım metr, 1 metr. Sonra oraya ağaçlarla qırşa formasında ortadan bir ağac salırdı. Sizin elə gününüz dağda keçir də. Belə çıxır ki, siz pedaqoji fəaliyyətdən başqa təsərrüfatla da məşğul. Təsərrüfatla mən elə məşğul olmuşam. İldə mən 6 ton ot biçib gətirirdim kişilərlə. Rəcəb müəllimlə, Əryün Süleymanınla, Nəfisinlə, Çobanla, Xudaverdi ilə, Mahal müəllimlə. Mən o kişilərlə işləmişəm uzun müddəti. 12 yaşımdan işləmişəm. Nə tərbiyyət dedim ki, 12 yaşından mən ailə saxlamışam. Qardaşımın arvadı, qızı, Sultan adlı Qaçgəlinin qızı idi. Qaçəli, Rəşid müəllimin başçısı idi, Sultan. O, mənim qardaşım yolçu ilə 41-ci ildə evlənmişdi. Bu 41-ci ildə getdi, 40-cı ildə. 41-ci ildə onun bir uşağı oldu. Özü getdi. Sultan idi, Bahar idi, Muhammedə getmişdi, Göysümün Muhammedinə. Bilmirəm onu sən gördün, görmədin. İndi bu saatda yaşayır o Bahar. Sonra bir də mənim anam idi, bir də mən idim. 3 qadını mən nətəri, Sultan məni aparırdı piçinə. Kişilərə, piçinkilərə yalvarırdı ki, o çıngılın başından bir balaca ot piçin. O zaman da biz qırp eləyirdik. Qırp nətəri, buğdanı, bir də ki, pirinç deyirdik biz. Buğda kimi idi. O belə tutanda elə qırılırdı. Çox mafraq idi, ətəyimizi doldururdu.
balaca torbalarımız var idi. Doldururduq, onu da balaca xorum eləyirdik. Xorum bilirsən, sən heç Hə, xorum şey kimdə? 30 yığırdın, xor xorum arasına deyir. qoyub dalmaz şələliyirdi. Əlləşəndən deyirdi, yapar qoy, 12 yaşındaydım. Gətirirdim. Elə olurdu birdən Nahaqa bayram. Oruç, Allah rəhmət Allah rəhmət eləsin, eləsin. yenə rəhmət dedik. Onların atı var idi, orucun bir atı var idi, səkil atı. Ənvərin önünün yanına o qaşa çıxanda kişniyirdi. Bilirdilər ki, və də o saralın yerində bilirdilər ki, Oruçgil gəlir oruyu yoxlamağa, Oruç kişi. Bayramda onunla beraber. Uşaqları hamısını qaçırdıq, gizlənirdi orada burada. Yığırdılar. Deyirdi, çıxardın. Bax, biz özünüz çıxın könüllü. Biləyimizə çatı ilə ilgə eləyib salırdı 10 uşaq. Torba da dalımızda, qamçılıya at buradan vuranda o dərələrdə, o şurum dərələri görmüşdü. O böyük gözədə zatdan. O saf yerlərdən yenindirirdilər bizi. Ay, bir də baxırdın ki, hamısı getdi, uşağın yıxıldı, dığıran getdi, ağlaşma şu an qaldırdı, gətirirdi xırmanda. Malatinka deyirdilər. O indi kombayn çıxıb. Orada Malatinka kombayn idi. O həmişə sutka, bütün sutka boyu işləyirdi. Hə. Qadınlar işləyirdi növbü ilə. 2 saatdan bir, 2 saatdan bir dəyişirilirdi. Gecə gündüz işləyirdilər. Taxıl və belə mən ailəni elə saxladım. 4-cü sinifi mən Mardinolda şeydə Qaçağanda oxumuşam. Anamla gedirdi, anam ona buna yorğan sırırdı, paltar yuyurdu, çörək pişirirdi. Vəziyyət çətin idi, dolanmaq yox idi. Bir stəkanın 5 nəfərin bir dəfəlik yeməyi idi. Bir dəfəlik yeməyi 1 stəkanın. Amma süt çox idi. Yemlik var idi. Çölün otu var idi. Vay, yollar bizi saxlayan onlar oldu. Bəli. Mənim adət-ənənələrimizdən nə deyə bilərsiniz? Hacı. Adət-ənənələrimizdən. Adət-ənənələrimizdən bayram olanda həmişə Novruz bayramını çox şən keçirərdik. Çərşənbələri keçirərdik. Su üstünə çıxıb hoppanardıq, çaydan su gətirərdik evlərə, sonra nə bilim biz yəni o zaman şirinyat pişirən yox idi kəndimizdə. Fəsəli yağlayırdılar, qatlama pişirirdilər. Fəsəli nədir bilibsə, yağlayırlar, yayırlar sonra o fəsələ şajda pişir, deşirlər, yağ tökürdülər. Sonra qatlama da onun xırda tayını qat-qat eləyədi. Qat-qat olduğu üçün qatlama deyirdilər, belə-belə pişirirdilər. Sonra yel apardı deyirdilər, xəmiri biraz qalın yayırdılar, yağa tökürdülər. Yel apar, aha. Yel apardı, ondan sonra qatlama, fəsəli pişirirdilər. Adət-ənənələrimiz, toylarımız. Toylar, gecələr. Sizin toyunuz necə olur? Bax, deyə bilərsiniz, öz toyunuz necə olur? Bir oradan mənim şəkilimi tap bir. Çox maraqlı. Sizin gənclik illəriniz adət-ənənələri. Adət-ənənələr nə idi? Orada bir şəkil var. Elə budur. Ay maşallah. Bu ortada sizsiniz. Oradakı mənəm, toyumdur. Nə tər olurdu? Sağdış, bu Rəsil. Mən demək istəyirəm, Sağdış kimdir? Rəsildir, bu Həşkərim kişinin oğlu. Bu birini də mən heç tanımıram, valla bu Əşrəfdir mi, yoxsa hansıdır? Bu, bax, bu. Sonra çıxırdılar, gəlin gətirəndə alma ilə atırdılar, alma. Almanı kim götürüb, gətirsə, başqa evdə, indi məsəl üçün elə yerdəydi ki, onun almanı aparanda hədiyyə ona çatırdı bəy tərəfindən, sağdış solduz tərəfindən verirdilər. Gəlini necə gətirirlər? Gəlini gətirməyə bəy özü gedirdimi? Bəy gəlini gətirmək yox.
Bəy getmirdi. Bəy getmirdi. Bəy elə Bəs kim gətirirdi gəlini gedib? gəlini gecə gedirdilər, lopalar düzəldirdilər. Neftdən tökürdülər. O zaman ışıq da yox idi. Elə belə lampalar idi. 30'luq lampa var idi. Bundan güclü ışıq verirdi. 30'luq lampa 2 litr, 3 litr şey idi, neft tuturdu. Bu boyda onun başı var idi. Şüşəsi də belə gödək idi. O qədər güclüydü ki, asırdılar yuxarıdan, bütün evi elə bilirdin ki, gündüzdür. Gecə isə şey idi, lopalarla gedirdilər, gətirirdilər, gəlin gəldi, bəy də gəldi, oturdular, yedilər, içdilər. Neçə gün toy olurdu, ağsaqqal? Toy neçə gün davam edirdi? Bir gün toy olurdu. Əvvəlcədən yox, mal kəsimində kəsirdilər, orada pişirdi, axşamı deyirdilər, yeyirdilər, qulluq eləyənlərə yemək, içmək verirdilər, ət doğranırdı, səhərsiz asılırdı. Ondan sonra bəzi adam, kebab yox idi, düzü söz əvvəllər. Haşlama idi, ondan sonra polo eləsi var idi, aş verirdi, eləsi də var idi. Ölü yerləri nətər idi? Ölü yerlərində adətimiz laf əvvəllər kimin nəyi var idisə, imkanı nəyə çatırdısa o müharibə devrində. Biri xaşıl çalırdı, bir qab gətirirdi, biri plov pişirirdi, bir qab gətirirdi. Yəni pul yazdırmaq, belə şeylər yox idi. Yox idi. Biri 10 yumurta gətirirdi. Yas evinə gətirirlərdi, yas yerinə gətirirdilər. Sonra çiğ ət paylayırdıq biz. Əvvəlcə çiğ ət paylayırdılar. Saraldan gələnə, Qursalıdan, hardan gəlirdi onlara deməli 7'sini, birini verirdi, 3'ünü verirdi, 7'sini verirdi, 40'ını verirdi, 20'ni verirdi ya. İndi onlar yığışdırılır biraz. Ondan sonra yaxşı ət pişirirdilər. Bəzi də yəni qüvvəsi çatmayanlar da aş pişirirdi qəşəng, qaralı zaddı. Gətirirdilər, otururdular. Lavaşlar da belə. Əvvəlcə belə yerdə kilim salınırdı. Ondan sonra xalça salınırdı. Onun üstündə ağlar var idi belə balaca. Qoyurdu 2 adama, 3 adama bir yerdə qoyurdular. Onlar da oturub, bağdaş qurub yeyirdilər, şirin orada əllərindən. Sonra xəngəl pişirirdilər çox. Nə bilim mən ondan sonra kim deyirəm, nəyə imkanı çatırdı, eləsi var idi, 5 yumurta gətirirdi. Bu, yəni el-obanın hamı gəlməli idi, hamı. Hətta xəstə olan adamlara o ətdən aparırdılar ilkinə, lap elə tezdən ki, filan kəsin, Nəriman müəllimin anası xəstədir, buna mütləq çatdırın. O maşına vurdular, aparıb qazanı birini, orada qapı oralara verirdilər. Bu gözəl adətidir. Sonra qəbir üstünə çıxanda, qəbir üstü olanda, yəni Qara Bayramda şəkər paylayırdılar. Eşitmişəm mən onu. Sonra çay paylayırdılar. 1 çay, 1 kilo şəkər. Sonra nə idi? Çiğ ət də paylayırdılar. Çiğ ət, yarım kilo. Kimi yarım kilo, kimi var idi 1 kilo paylayırdı. Halva, 7'sində halva, kim gəlib hansı kənddən, siyahıda adı var, onlara aparıb bir püküm halva verib, kim toy eləyərdisə, o gəlib, o ölü düşənə belə bir şey var idi ki, gərək ona gedib bir baş sağlığı verəsən, icazə alasan, yas yeri götürmək deyirdi. Yas yerini götürmək üçün gedirdik, nədir, Sarala, Qursalıya, nə bileyim mən, harya olsa Qızılörenə, oradan Quran molla aparırdılar, oxudurdular, sonra gəlirdilər, belə. Nəriman müəllim,
O zaman bax sizin Gözəl adət-ənənələrimiz var idi. gənclik dövrünüz, bax sizin cavanlığınız dövrü. Gənclik Görün, o bəyin paltarı, bəyin sağdıq soluşu paltarı nə olurdu? Necə paltar geyirlər ki, toy Belə olanda? adi paltar, Toy olanda. kostyum, şalvar, hə. İndi bu yapıncılardır. Ha, bu yapıncılar, Bu ha. yapıncılar hər adamda olmurdu. Ha. Hə, tək-tək kişilərdə olurdu, o samballı kişilərdə. Ki, yəni bəy yapıncı geyib, sağdıq soluş yapıncı geyib. O geyinibdi onlar. Bəs yayda? Yayda nə geyirlər yayda? Bəy paltarı kimi, yayda. Ya elə bəy paltarı yayda bizim yerlərdə biz belə kostyumla yaşayırdıq həmişə. Hə, toy olanda. Toyda da elə pişində də biz elə yaşayırdıq, değil mi? Ha, belə. Bu buraya bax, gözəlliyi elə buradadır ki, bax bunlar, hə, deyirəm, alma atması var idi. Almanı kim götürüb gedirdi? Elə olurdu, iki adam alma parçalanırdı, ikisi aparırdı. Kim tez çatdırsa, hədiyyələr bəylər tərəfindən sağda solda üç tərəfindən verilirdi. Sonra bu gəlinlər paltarı yox idi. Gəlin paltarı yox idi. Eləcə özləri qəşəng paltar tikdirirdi, geyinirdilər, gətirirdilər belə. Şəkil də çəkən gəlirdimi toylara? Fotoaparatda şəkil də çəkirdilərmi? Toylarda şəkil. Şəkil Çəkən zət gəlirdimi? Bax siz çəkdirmisiniz. Toylara gəlirdilər. Nədir gəlirdilər ki, çəkdirmişik. Gəlirdilər qədası. İndi deyirsən neçə gün davam edirdi. Birinci hazırlıq devri, yeyib və içmək qulluqçulara verirdilər. Yaxın adamları, öz qohumları, hamı bir-birinə kömək edirdi. Tək ailə öz başına deyildi, böyük el gəlirdi, bütün el. Saraldan, Qursalıdan, Nahardan eşidirdi, gəlirdi. Onda dəvət var idi mi? Dəvətnamə var idi. Yoxsa özləri də gələn var idi? Gedib elə sonralardan daha dəvətnamə hörmətlidir. Adam aparıb paylayırdı, sonralardan çıxdı o. Müharibədən sonra, müharibədən qabaq elə gedib deyirdi ki, məsəl orada kim, hansı qohumları var idi, onlara deyirdi ki, kim istəsə gələ bilər. Eləcə bir atlı göndərirdilər, Saralda 5-6 evə deyirdi ki, Nəriman müəllim toy eləyəcək, sizi dəvət eləyir. Belə var idi, yoxsa dəvətnamə sonralardan çıxdı. Pul yazdırmaq Zakirdən çıxdı. Az yazırdılar, 5 manat, 3 manat, nə bilim, 5-10 manat oldu sonra. Sonra 15-ə çıxdı, sonra da ki 20-yə, ondan sonra da 50-100 kim qohumlar Gördülər ki, qazanc var. Yox, son vaxtlar Arçudun toyunu ümumiyyətlə Musiqistlər kimlər idi müəllim? Var idi mi? Yaxşı zurnaçılar, nağaraçılar. Zurnaçı ermənilər idi. Ermənilər var idi. Eşitmişim. Hacqaradan. Onlar gəlir, Azərbaycan havalarını çalırdılar. Yallı, ən çox yallı mahnıları gedirdi. Müəllim, yallını daha çox kim oynayır kətdə? Yallı başlar kimdir? Kiron Cabbarı, onlar çox idi. Elə həvəskər. Orada cürbəcür yallı var. Dizdən qırma, it yalma, sonra it nədir? İt yallısı deyirlər. İt yallısı filan fəsməkən çox idi. Köçəri filan belə yallılar var idi. Çoxu da yadımdan çıxıb. Gecə bacaları basırdılar ki, qaranlıq olsun. Gün ortaya qədər çalınırdı. Gecədən səhərə kim toy çalınırdı? Toy çalınırdı. Özü də nətəri. Məhərrəm müəllim də zurnaçı çalırdı. Sonra bizim öz kəndimizin uşaqları başladı. Əlizat orada Cabbarın Mülfətdə gildən onlar da çalırdı. Cünon Cabbarı da yaxşı dandıra çalan, dəf çalan idi. Mən bir şey sizdən öyrənmək istəyərdik hamımız. Bizim kəndə Arçudla yanaşı Ardız deyirdilərmi adını?
Ardıç mı? Adını, hə, kəndin adını. Ardıc ağacın adından idi Aha. bu ardıc. Biri deyir ki ayı deməkdir. Ermənilər deyir arç yəni Aha, aha. güya ayılıq olub, orada ayılar çox olub ona görə. Yox, ardıç da deyirdilər. Biz elə ardıç deyirdik də. Sonra arşut yazıldı mədəni dildə arşut. Aha. Siz o ardıç sözünü öz babalarınızdan nələrsə eşidirdiniz də belə. Ki ardıç kəndin adı. Ardıç, ardıç ağacı deyirəm evlər tikilir də kişi 10 metr uzunluğunda ağaçlar var idi. Bizim ev damlarının, ev damı deyirdim, bax belə 4 kvadrat 10 Böyle ardıc ağacı axıb balaca bundan. adamlar da balacalaşdı. O ağaçlar da yox idi. Palıd ağaçları var idi bizdə damda. 15 metr idi. Palıd ağacı arçutdan özündən kəsib gətirmişdilər. Nəriman müəllim, bir dənə də siz çox yoruruq, bağışlayın. Yox, mənim üçün xoşdur. Ürəyimiz açılır. Üzüm. Həm də bir kəndli olduğumuza görə indi bəzi şeyləri bilirik, bəzi şeyləri öyrənirik. Müəllimdən danış. Müəllimə bir inək, 5 qoyun, 3 qoyun, 5 qoyun idi. Aha. Artıq yox. Aha. Kəndçiyə 2 inək, sonra bir mahnı qoşmuşdular. 2 inək 20 qoyun kəndçiyə verirdilər. Müəllimə elə 5 qoyun, 1 inək idi. Hə. Sonra kəndçiyə torpaq da çox verirdi. Bizə 6 sot torpaq verirdilər. Məsələn, ondan artıq vermirdilər. Biz də oradan buradan biraz kalafa düzəldirdik, böyürdən, başdan artırırdıq. Məsələn, kolxoza yerinə yaxın idi mənimki Vadadaşkanın elə ağzı Həmdəmgilin öyünün yanından. Belə gəlmirdim, Şəmsdən müəllimgilin öyünün yanından belə gəlir, bizim yerə çıxırdı oradan. Yaqub, Rüset xalın söyünün oğlu Yaqubun öyünün yanındaydıq. Mən ondan aşağı idim. Bağdaydım, mən elə bağa sökəliydim. Bu ayrı seçkili idi mi? Bizim Azərbaycanlılara qarşı eləydilər, yoxsa bütün sistem odur idarə? Yox, indi o sistem elə belə idi. Məsələn, erməni kəndlərində müəllimə münasibət necə? Yox, erməni kəndinlə bizim fərqimiz çox idi da. Erməni kəndi ayrı şeydir. Bizim kəndə nə ona, o ən çox kənd sovet ola bilərdin və məktəb direktoru ola bilərdin. Onun da son vaxtlar ermənilər gəldi bizə rəhbərlik elədi kolxoza, savxoz olanda. Yerim gəldi, o birisi gəldi, bu birisi gəldi. Saraldan gəldi. Bizim kənddə kadr yox idi. Saraldan əli gəldi. Bizə kəndin hamısı savadlı, gözəl oğlanlar idi. Nəriman müəllim, o bizim kənddə Çaxrağın yanında o Vəkil müəllimdə qəbri vardı, o da rəhmətli. O da meşələr salınmışdı. Təxminən nə vaxt salındı o meşələr? Siz görmüşsünüz? Sonra, meşələr sonradan salındı. Ora sel gəlir də yuxarıdan, hə, Çaxraq sel basırdı elə. Bilirsən nətərdir? Çaxrağı sel basırdı, özü də nətər basırdı? Öyün üstü deyirik biz. Sən bilirsən, bilmirəm, bizim elə belə sizin evin barabarı belə gedir o təpədə axırda birləşir. Oradan sel gəlirdi, nətəri gəlirdi. Gəlirdi, oradan çoxunu elə-belə yuyurdu. Sonra gəlirdi, biz tərəfə gəlirdi. Oradan biz tərəfə gəlirdi, biz tərəfə. Bir həşkərim ki, Yunusgil tərəfə ayrılırdı belə, oradan gələn. Sonra o təzə tikilən evlər var idi, o tərəfdə müəllimlərdən bizim Baxtiyar müəllimin oğlu zat tikmişdi. Oradan Aydaşından sel gəlirdi ki, orayı yuyub aparırdı. Biz elə selin ağzındaydı. Onu meşə saldılar deyənə biraz dayandı da. Meşəyə ona görə saldılar ki, yəni burada köhləşsin. Belə. Meşə də yaxşı, yavaş-yavaş qalınlaşdı. İndi sonra sən meşənin yaxşı vaxtını görərdin, onda cavan idin. Uşaq idi, biz orada quzu otarırdıq, meşənin içində quzu otarırdıq. Bəli, mən görürdüm. Rəhmətli İbrahim baba da meşəbəyi idi. Meşəbəyi idi. Bizim yerlər çox gözəl yerlər olub. Bizim yerlər, deyirəm da, Arşudun daşı da qızıl idi. Daşı.
Nəriman müəllim, Sel geldi, Əlləşəndən gelen sel demir yoluna apardı, o daşdı tepeye çıkarttı Saralın o qabağına orada. Böyle yumru oradan bazalt taşlar çıkırdı, ağır taşlar, kəbək Nəriman müəllim, Hacı 88-ci ildə zəlzələ oldu. oldu. Oradaydınız, kətdəydiniz də siz. Bəli. Ha. Sonradan neçə gündən sonra, 3-4 gündən sonra Qazaxdan maşın gəldi. Karvan gəldi, bizi çıxartdı. Mən onda uşaq idim, xatırlayıram. Hə. Siz də hamımız avtobusda doluşduq da orada. İndi belə bir şey vardı. Orada Ruslar da gelmişti. Vayenler vardı, hərbçilər Vayenli oradaydı. var idi. Rus Yazma bir- gəlir. O bir mayor var idi. O çok Allahsız, kansız adam idi. Strelyat budur. Onu sonra tuttular onu rüşvet üstünde. Biz pul verdik çıktık hamımız. Yoksa Ermeniler dedi ki kendiniz özünüzün kabristanlığınız olacak. Elə delleme istəyirdiler. Enver'in önünün üstünde Ermeniler getirip bayrak asmıştılar. Biz de bizim mehman da tanıyorsun da Sosun'un oğlu. Komşu. Kaçırdı yukarı o derye. Hayat Ermeni Bozavdal'dan belə gelir Xancıqazın altına. Xancıqazından belə gelir dağdan da bizim Sırxanadan belə aşırdı, gelirdi Enver'in önüne. Hara kaça bilərdi. Heç yanında bizim eləcə bəli. Nəriman müəllim, mən uşaq idim, xatırlayıram. Kənddə gecələr postlar qururlar. Post, hələ o hərbisə Post, hə, post Nə ilə belə qoyurdular? Kəndin kişiləri bu, kəndin hansı silahlarla qoyurdular? Yox, Əllərində var alət idi, var idi. kənddə kişilər vardı. 5 açılan da var idi. Hə, avtomat da var idi. Hə, var idi, bir neçə adam da var idi. Yəni cəmaət postlar qururdular. Postlar nətəri qururdular. Mehmet müəllim idi rəhbərində, yoxluyurdu. O tərəfdə Yorucun oğlu Paris düzəldirdi. O kutuların içində Meşə kutuları. partladırdı. Meşə kutuları var, bəli, bəli. Ermənidə silah çox idi. Hər şey və gəlirdi o zəlzələdə elə bilirdin üstü çadırlı maşınlar silah gətirirdi, top gətirirdi, tank gətirirdi. Çox sağ olun, çox gözəl çıxış elədiniz. Biz kəndə qayıdacağıq. Necə görürsünüz Bu bunu? ermənilərin bəri bax. Bir gün çayın qırağında qurbağa çıxır günah qarşıya və baxır ki bir əqrəb balası çayın o tərəfindədir. Ağlayır. Ay bala nə olubsa deyir ki anam o taydadır çayın o tərəfində. Mən burada qalmışam. Deyir yaxşı gəl belə eləyəcəm. Səni mən keçirim. Qurbağa gedir onun yanına, o minir qurbağanın belinə. Qurbağa yavaş-yavaş gəlir, sunun ortasına gələndə bu əqrəb onu yavaşca sancır. Ay oğul deyir, sən məni niyə sancdın? Deyir, bu bizim adətimizdir. Biz bu adətimizi əldən verə bilmərik. Deyir, yaxşı, vermə. Biraz da gedəndən sonra qurbağa yavaşcadan girir sunun altına. Deyir, ay qurbağa, niyə ellədin? Deyir, bu da bizim adətimizdir. Biz də bu adətimizdən əl çəkən deyilik. Erməni bugün də yalvarır və yalvaracaq da artıq gecdir. Qayıtmağımıza hələlik erməni gene bizi orada sancacaq. Biz də gərək onu elə eləyək ki, o bizə garantiya verməlidir ki, belə eləyəcək. Çöldə garantiya verdi, gəldi birini öldürdü, ikisini öldürdü, beşini öldürdü, nə vardı? İndi her yeri bombalayıp eləyib, nədir o parti? Minalanıb, paxıllıqdan vermir ki, siyasını versin, haraya basırıb, hardan çıxardıb. Yəni o adamların tarix boyu elədi. Onların özlərinin ağsaqqalları da deyirdi. Deyirdi ki, vaxt aşırı bizim adam dirilir və ölümü yaxınlaşanda baxırsan ki, yavaşçadan qırıldılar, sonradan yenə biçirlər. Bu adətdən əl çəkmir deyir bizim xalq. Özləri deyirdi. Nəriman müəllim, Hacı, hamının evini tanıya bilərsinizmi? hamının evini də, yerini də, yurdunu da,
Gene gedək, nə tikmişdi, nə qurmuşdu, nə yaratmışdı, neçə ağacı var idi. Mən Məsimgildə, Allah rəhmət Allah eləsin, rəhmət eləsin. Məsimlə çox aramız yaxşı idi. Bütün müəllimlərlə mənim aram yaxşı idi. Bunun atasına da söz yox idi. Çox belə səmimi kişidir, təmiz adam idi. Hamısı müəllimlərimiz yaxşı idi. Mən deyə bilmərəm ki, pis adam olub bizdə yox, paxıl, xainlik yox idi. Bir-birimizə gedirdik, biz buraya gələndə getdik, elə sözümü yarımçıq qoyub deyirəm ki, getdik şeyə, gecələr o müxtəlif kəndlərdən gələn müəllim işləyirdi də, tanış olandan sonra getdik, dərdimizi bölüşmək üçün gecələr getdik, orada bizim yanımızda restoran var idi, orada çörək yedik. Bir də nazirlikdən adam gəldi ki, siz nə iş görürsünüz, nə edirсiniz? Məktəbdə də direktor Rus idi, mavini də Rus idi. Nə edirik? Deyir, siz gedib restoranda çörək yiyirsin. Qardaş, biz nə edirik? Günahkarıq. Çörək yeməyək, öz pulumuzla yeyirik, heç kimə ziyan vermirik. Valideyn görür falan, görsün nə edək valideyn? Valideyn çörək yemir. Müəllim burada pis təsir edir. Müəllimlərə də, uşaqlara da, nə bilim filanlara. Sonra öyrəşdilər. Ay, bu Çingiz Han indi bunu, Allah sənin yerini cənnət eləsin. Bu Həmkarlar Təşkilatının sədri oldu. Vaxtaşırı məktəbdə damba durum başlayırdı. Yeyib şeydə arvadların hamısı gəldi bizə. Ay, onu da söz elədilər. Nəysə, axırı düzəldik də, yaşadıq. Qədərsiniz, yaxşı günümüz yenə Azərbaycana Allah belə nur töysün. Azərbaycan xalqı bizim qanımız, canımızdır. Neçə ki canımızda can var, dizimizdə, qolumuzda qüvvət, dizimizdə taqət var. Ölkəmizi qorumağa hazırıq. Nəriman müəllim, təsəvvür edək ki, kəndimizdəyik. Kəndimizdəyik. Təsəvvürümüzü gətiririk. Köçmüşük, məktəbimiz işə başlayıb. Birinci sinif uşaqları otaqda otururlar. Sizi də bir qocaman müəllim kimi dəvət edirlər. Ki, gəl sinifə. Orada o uşaqların əlindən tutarsınız mı? Yazdırarsınız mı? Əlindən öpər tutaram. Uşaqların əlindən ki, yazın. Bəli, yazın. Deyirəm, mənim həyatım uşağa bağlı olub. İndi müəllimin həmən anda bir statusu var, indi iki statusu var. Həm də babadır. Babadır. Həm də, bəli, nəvəm, nəticəmdir. Bəli, ondan olan mənim ellimdir, mənim arxamın dayağıdır, sözümün qüvvətidir. Nəriman müəllim, bu şəkil var, baxın. Bax, o şəkillər. Siz və iftidai sinif uşaqları. Bəli. Bu sizi yaşadırmı belə şəkillər? Deyirəm, buna baxanda mən bunu həmişə, mənim bir çəmədanım var. Aha. Qulfu da qırıqdır, özü də qırıqdır. Mənlə deməli, müəllim işləyən günündən bu günə qədər o ilk mənim yoldaşım, köməyim o çəmədanla başlayıb. İndi də orada saxlamışam. Bunu çıxardıram. Buradan kimi tanıya bilərsiniz? Buradan heç birini tanıya bilmirəm. Bunların qadasını alın. Başı qırxıq, başı tüklü, önlüklü, nə bilim, indi bunların hərəsi səni kimi, bunu kimi kişilərdir. Mən bunu da bunun hasını tanıyam. Sən tanıya bilərsənmi bir ildən sonra? Yox, mən... 30 ildən sonra bunu. 30 ildən sonra bunları tanımazsan. Bunu tanıya bilmirəm, öz şəkilimi deyirəm, bu kimdir? Uşaqlardan deyir, Nəriman müəllimdir, deyirəm, mən cavanlıq getdi. Burada mən Şura müəllimi gördüm, tanıdım. Şura müəllim, Şura müəllimi yaxşı müəllim idi. Onu tanıdım, Şura müəllimi tanıdım. Şura müəllim qonşumuz idi, niyə tanımıyorsun? Tanıdım, yox, dərhal tanıdım. Dərhal tanıdım. Allah sizə uzun ömür, can sağlığı, xoş gün qismət eləsin. Nəriman müəllim, ay canım. Siz həm də toylarda, məclislərdə söz deyirsiniz həmişə, bir el ağsaqqalı kimi.
Demişəm. Kəndimizdən razısınızmı? Cəmaatdan, evdən, Cəmaatdan obadan. yenə Sizi deyirəm. ağsaqqal kimi seçirlər, hörmət göstərirlər. Razısınızmı? Mən hamı mənə böyükdən kiçiyə, indi tanıyan da, tanımayan 3 yaşında uşaq da, 5 yaşında uşaq da məni baba deyin, mənə üstümə gəlir. Mən də onun əlindən, üzündən, saçından öpürəm. Bəli, bu yaddan çıxan deyil. Bu elə olur, mənim canımdır, ciyərimdir. Bugün sənin atana mən rəhmət oxuyuram. Niyə rəhmət oxuyuram? Hə, bu pozulmadı ki. Yox. Hə. Hə, niyə? Gözəl kişiydi, zəhmətinlə dolanırdı. Onun mən zarafatını, xırda gülüşləri var idi. Babanın, atan da gözəl kişiydi. Nəriman müəllim söz deyir, el ağsaqqalı kimi xeyir dua verir. Bəli, toylarda mən hamısı məni dəvət edirlər. Böyük də, kiçik də. Mən o qədər razıyam. Elə ona görə bu o qədər yaşamışam. Onların o xoş sözünə görə, məni bir insan kimi saydıqlarına görə mən həmişə onları sevmişəm. Sevəcəm, ölənə qədər də özümə söz vermişəm. Pislik məndə olmayacaq. Sakit öz əlimin əməyi ilə yaşayacağam və yaşamışam. Burada Nəriman müəllim tələbədir. Hardadır bu Nəriman müəllim? Bu tələbə kollektivi deyilmi bunlar? İnstitutundur bir. Hə. Onlarla heç əlaqə saxlayırsınızmı? Varmı əlaqəniz? Var. Mənim o burada şəkilləri var idi. Harda qaldı? Ölmüşün şəkili burada idi. Bir Ağdamlılarım var idi. Mənim dostlarım hamısı Ağdamlı olub. Ay maşallah. Ağdamlı olub. Tələbə yoldaşlarınız. Tələbə yoldaşlarım Gürcüstanlı olub. Harda da Allah. Yox. Eybi yox müəllim. Elə burada da Nəysə. ümumi görünür də indi bu. Hə, bunların hamısından onlar nə tər idi? Rafael adlı biri var idi. Burada bir saçı qırma, belə gözəl topdu. Bir bacı, bir qardaş idi. Atası ölmüşdü. Bir də anası qalmışdı. Mənə gəlirdi. Özdə onlarda biraz belə istilik var, coşmaq var o Ağdamlılarda. Qapıyı açırdı, müəllimlərin hamısı ona hörmət edirdi. Pistolet də cibində olurdu. Bax, and olsun Allaha. Nərimana icazə verə bilərsən müəllimim. Qaşınla, gözünlə mənə deyirdi ki, sən çağırır Rafael. Elə onun adını sevdiyim üçün öz oğluma qoymuşam. Hə. İndi buralarda görüm onun yavaş görəcəm. Yavaş. Allah, hardadır bu? Başı açılırdı mı yeməkdən, içməkdən qarın nazarda olmuşum. Bizim köylü məktəbdə yox. Bu patokda deyil. 2 patok idi bizdə. Məni Zəngilana göndərirdilər. Məryəm müəllimin anası ona Zəngəzur deyirdilər adına. İsmail müəllimin anasının. O Zəngilandan idi. Zəngilandan. Onun, onların adresini aldım, zəng elədim, getdim oraya. Aha, Getdim oraya. Çox sağ olun. Hə, eşitdik. Getdim ona, o kişiyə, Allah rəhmət eləsin, ölübsə, təzə ev tikirdi. Bizi 2 gün saxladı, avqustun 27-sidir. Avqustun, getdim, direktorla tanış olduq. Dedim, yoldaş direktor, adı bilmərəm nə idi, kəndin adamı nə təridir, güldü. Dedi ki, onu məndən soruşma, öz ondan soruş. Acaman oğlan. Sən yaxşı olarsan, səni çiyinlərində saxlayacaqlar. Pis olsun, parmağını da belə tutur, gözünə parmaq soxub kör eləyərlər. Yaxşılıq adamın özündən asılıdır, qazanmaq çətindir. Onu çatdırmaq elə o biyə çox çətindir. Bizim adətimizdə, o adətimizdə var idi ki, ocağımızı yandırmaq üçün qonşudan
köz alıb gətirir, ocağımızı yandırırdıq. Nənə, necə oldu bizim babamızı seçdin, ailə qurdun? Elə zorla Aha. Zorla denə sevgi olarmı? O vaxt De dana danış. dəli şey idim. Aha. Çox dəli qız idim. Çox belə nə qədər həddindən artıq. Doğrudan dəliydi. O Çingiz də bunu kimi dəliydi. Bunlar kağızsız dəlidilər. Adama deyirlər ki, de bunu dərmənin boğazına salsan salamat çıxar. Oradan uşaq idim, belə tullanırdı. Elə tullandığım yerdə arxa düşdüm dərmənin içində. Oo. Düşdüm tərpər. O Saralın çayından ayırıb gətirmişdilər. O dəyirman belə noyla gəlirdi də, belə. Hündürcə qurulmuşdu, aşağı tökülürdü ki, udarı çox olsun, daşı hərrəsin. Düşdü. Hə. Belə ki, dərmən belə işləyəndə məni belə vurdu. Vay vay. O pərin arasına orada, deməli bu düşsə tikə-tikə olardı. Yəni bəxti kəsmişdi, belə hərrənəndə bu da çıxmışdı ki. Belə dərməni belə çıxdı. Belə çıxdım. Anam özünü öldürdü, axı öldürməklə çay deyir ki, Allah iraq eləsin. Biraz da aşağı getdi də, orada damba var, orada düşdü, tikə-tikə olacaq. Oraya bax, oraya bax, oraya bax. Rəhmətli cavan bir qardaşım var idi, Yerevanda oxuyurdu. Gəlir ki, anam hamı deyirlər dəyirməndədir. Mən də düşmüşəm, anam da özünü döyüb öldürür, anam özünü suya salır ki, bu da getdi, öləcək. Qardaşım yetirir ki, anam özünü öldürür. Atıb bıraxır, tələsik bu düşür. Orada, burada evə atlayırdık. Oraya düşəndə, orada düşürəm, didik diyorlar. Oraya çata qardaşım yetirir, əlini salır, çıxardır, gətirir. Ay, səni sel apar. Gətirir, basırlar, ağlasırlar, ağlına su tökülür. Ağrı bəri, orada məni qardaşım o çıxartdı. O öz yoğuluydu. Nəticə zat deyiləm, Tatoşla. Bəli, bu uşaqların hamısı 20 nəfər nəticə var, Çoxdur, nəticəm çoxdur, çox olmaz. Kötü nəticə, nəvən 20-dir, nəticə Təhsinin uşaqları, Əfsunun uşaqları. Bəli. Ondan sonra sən qulaq as, Tatoşun uşaqları. Ondan sonra neçəsini deyim? Bəyazgülün uşağı. Onlar nəvədirlər. Maşallah, nəticələr maşallah. Maşallah. Gənə təxmini neçə olar, bir də görüm elə. Allah da çox eləsin. Başınıza toplanırlar mı onlar? Nəticələr gəlirlərmi sizin? Başınıza toplanırlar mı? Toplanırlar, gəlir. Onlar sizin ürəyinizi aça bilirlərmi o nəticələr? Açırlar. Yox, açırlar. Yaxşıdırlar, laf yaxşı. Açırlar. Qulluq nəvələriniz sizə çay verirlərmi? Çay gətirirlərmi? Nəvələr? Yox, yaxşıdır. Yaxşıdırlar. Yaxşıdır. İndi Yaxşıdır. oğlanlar. Rüya nə istəsə, bunu gətireyim, aynen onu gətireyim, ay. Onlar Hamısı da anadır, anaya bax. Vay maşallah. Nənə yox, ana. Nənə yox, anadır. ana deyirlər. O nüvələrimin uşaqları da ana deyir. Ay maşallah. Nədən ki? Bizim indi bunlar ana dediyinə qızlar. Hə, onların dili ilə ana deyirlər. Onların dilindən ana deyirlər, buna da qağa deyirlər. İndi qağa nə tər olub? Qağa mən atam olmadığına görə həmişə qardaşlarıma qardaş mənasında qağa demişəm. Bu qağa sözü indi daha bu kim anadan olur? Mənim dilimlə qağa deyir. Nəticələrin də qağa deyir, buna qağa, bana da ana deyir. Bizim babadan razısınızmı? Məndən. Razısın. Yəni sizin xətrinizə dəyməyib ömür boyu. Yox, yox. Min şükür. Yox.
İnşallah. Heç ömür boyu bu adam bana demir. Bura üstüdür qalxırdı. Yox, Bak yavrum. razıyam. Çok rahat. Nene kendi hatırlıyorsunuz mu? Kendi ya da düşürmez kendi. Yuxunuzda görürsünüz mü kendi? Görürəm. Yuxuda. Gör ki, Aha. hər yadımdadır indi bilirəm bu belə. Dallı düzəldəməyən, dalı itir yadımdan Yaxşı. gelir. Bura gələndə heç o xamralı çörək pişirdiniz. Sazın üstündə xamralı çörək. Heç pişirmirsiniz mi xamralı çörəkdən? Pişirmişik, mən heç çörək pişirməmişəm, yalan danışaram. Arçda da pişirmir be. Arsı da pişirmir. Anası Nə yok. çox pişirdiniz ən çox kətdə? Nəyi? Bax bir ana kimi, bir gəlin kimi daha çox nə pişirdiniz? Kətə pişirirdiniz mi? İrəvan kətəsi deyirlər bizdə. Çox, o onun anasıydı. Aha. Onu yaxşı pişirirdi. Eləmi? Hə, çox bilirdim onu, hər şeyini bilirdim. İrəvan kətəsini, ondan yavaş. Katlama pişirirdi. Fəsəli, qatlama, Hə, ərdək deyirlər. O bir halabarda olurdu müəllim. Ərdək bizdə olmur. Allah var. Halabarda olur. ərdək hallavarda olur. Onların pişirdiyi ərdəkdə heç kim pişirəməzdi. Hə. Yaman ərdək pişirirdi. O yağın içində görə belə tulluydular. Nənə, yaylağa çıxırdınız. Çıxırdıq bəndən. Çəçil hazırlayırdım çəçil. O süd çəkən maşından süd. Var indi mənim var. Çək, Balacasından. Aha. pişirirsən və qoyursan kətənin Kətənin arasına. Aynen. soğanlardan. Onun arasına qoyursan uzanır, gözəl, xoşun gəlir. Dənə yedikcə xoşun gəlir. Nənə, süzmə qurut hazırlayırdınız, qurut. Bənə Nətər hazırlayırdınız qurudu? torluya tökürdük, süzdürürdük, süzdürəndən sonra tuzluyorduk, qoyurduk belə ha belə, belə ha belə. Düzəldiyor ya. Ha, yaş, sonra da quruyurdu, orada qurut. Tez-tezdə hərliyirdik, qurudurdu. Hey kurut ha. Aynen, bəs bu qarnına yağı necə basırdınız? Quzu qarnına yağ basırdılar, belə. Necə basırdınız onu ora? Necə, qarın yağı necə düzəldirdiniz, qarın yağı? Qarın yağı, Ha. kuzu qarnına basırdıq belə, qarnı təmiz yuyurduk. Onu da gene zəyləyirdik, Zəyləmə. dadımasın. Zəyləmə. Hə, dadımasın. Onu da zəyləyirdik, gene onu da yuyurduk, təmiz. Ondan sonra, Kuru kuruydu. Sonra hə, o basanda kuru ıslatırdılar. ondan sonra qurudurduq, əzirdik. Hayır kurut yok. Yağdan. Nə qədər qarın olurdu, gətirdiniz yaylaqdan, kəndə? Yaylaqdan mı? Neçə qarın gətirə bilirdiniz siz? Kimin nəyi var idi, çox gətir. Neçə inəyiniz olurdu sizin, nə orada? Bizcə nəyim olur? Onda sizdə az olardı. Hə, qabaqdan. Elə bir nəyimizə, Hayır biri ne mi olup bizde? nə yox, niyə? Qabaqdan olur, sonundan nəyimiz yox. Dana çoxdur. Nənə, Neyimiz yokuydu. Var idi deyirəm, 2 nəyimiz var idi. Ne? İşte bize hükümet hansı binədə icazə qaldı? verdi. Kolxozun binəsi qaldı, yoxsa orta binədə, Araz yurdunda harda qaldınız siz? Biz zatda qalırdıq. Araz yurdunda. Araz yurdunda. Araz yurdunda qalırdıq. Araz gözü deyirdiler. Ha. Todar dağının nəti? Todar dağını Sonra- gördünüz? Hə, Heç çıxırdınız Todar dağına? gedirdik dağlara, gəzirdik. Hər Todarda ben neçə dəfə çıxmışam. Dəmirin yanına. Stepanovana var. Nəcəfli var idi, Gedirsən. Çələbi Nəcəfli. var idi, gedirdik. Hənfət oylanı da tez gördünüz, Hənfət oylanı. Hamısına gedirdik. El orada keçip günüden. Günümü Evet, belə orada ha. keçir. Belə oğlum gedirdik. Getdim mən bir dəfə, belə indi Sada doğru gedirəm. Nəcəfliyə doğru. Getdim, heç köyün üzündə nə yağış var, nə yağmur var, heç nə yoxdur. Getdim ki, belə böyün içindən biraz yiyəcək yer. Dolu düşüp. Elə ağdı duma. Dedim, bu niyə belə ağdı? Getdim ki, dolu düşür. Bunun hərəsi bu işə. Vay vay. Bu doluyu yığdım, getdim. İnanmırdılar. İnanmırdılar. Təkəylə yığdım. Getdi dənə, getdi. Getdim, gəldim, dedim, tüdülər olsa dəli sənəsən. Elə şey, getdilər ki, gerçəkli oraya dolu düşür.
Bizə Qırxbulağa deyirlər ocaq var orada, ocaq idi, o düz idimi? Düz. İnan, camaat Qırxbulağa mən gedirdim, camaat gəlirdi, uşaq idim orada. Qırxbulaq idi. Hə. Qırxbulaq idi. Orada Qırx- ocaq var idi, ocaq deyirlər ora. Ocaq. Camaat inanırdı. Möhkəm ocaq idi. Yap sınaqlı möhkəm ocaq. Sən heç görməyibsən, balaca vaxtı gedib. Dəfələrlə getmişəm. Nə qədər mən orada, biz Qafqazlı binəsində qalırdıq. Bir Sırxanada, Çirçirdə də var idi. Onun bulaqlarından su gətirirdik. Mən gətirmişdim hələ bu vaxta qədər torpağından da, suyundan da saxlamışam. Aynen, heç burada əvəlikli xörək pişirirsinizmi özünüzə? Burada, əvəlikli xörək. Pişiririk. Burada da. Oranın adını verir miyiz, o tərəfin adını? Yox, öləliyin dadını buranın öləliyi vermir. Vermir. Oranın öləliyi nətəri şey idi sada. Əvvəlik dolma pişiririk, yaxşı. Gözəl. Əvvən köpəncidən dolma köpək. pişirirlər. Loyba yarpağından dolma pişirir. Üzüm yarpağından dolma pişirir. Biz fındıq yarpağından. Fıstıq yarpağından da belə. O bizim kənddə, yəni burada eləyirlər onu, amma kənddə eləmirlər. Yox. Kənddə yox. Fıstıq yarpağından da pükürdük biz. Orada, kənddə. Yox. Kənddə kələm ancaq. Kənddə yox. Kənddə ancaq kələm. Gətirmirdi. Fıstıq yığıb gətirirdilər. Yarpaq O gətirmirdi. fıstığı hansı meşələrdən yığırdı camaat? Nəyi? Fıstıq kənddə, belə fıstıqlar var idi. Şeydən Perevallı yaşayırdı, Xancığazın yanında var idi. Tunel qayırdılar sonra. O dolama yolları idi. Dolama yolları idi. Yürüyün. Əvvəldən. Sonra tunel açdılar. Tuneli ağrı keçəndə daha yenə dolama yollarla enersən Stepanovana yox, Cəlaloğluna, Haşqalılı Orada deyirlər, həm fıstıq yığırdı, həm də moş yığırdılar, böyürtçə o yığırdılar. şeydən, o şeydən yığırdılar, seksiyonə gedir ayrımda. Nənə, kəndə gedərsiniz, may nənə indi? Kəndə Hə, gedərsiniz. Yox, qoysalar gedərsinizmi? Əgər vaxt çatıra bilsən, ölməsən, elə gedərəm ki, çayça. Elə. Çayça gedərəm. Bizim meyvənin dadını hələ mən Nə axtarıram, yox. almamızın dadını verən yoxdur. Ya bizim Bizdə meyvədən Antanov vahşi yoxdur. Mən bir şey tapdım, Antanov, yox. Belflor tapdım, buradan şeydən gətirdilər, Gədəbəydən. Amma bizimkinə yenə çatmır. Bunların meyvəsi var Sizin idi. iqlim, müəllim, biraz quru iqlim idi. Yəni yaxşı iqlim idi. Nəmişlik zat yox idi bir yerə. Havanı biraz şey korlanmışdı. Bu zibilxana gətirib salmışlar sonra. Antanovkamız var idi. Ay bax. maşallah. Nəvələr. Gel buraya, görüm az bir gelin, az gel o tarafa geç, benim yanıma. Az bir gel sen öpüm az. Onun yanında bir nene. Nənə yanı, gəl otur nənə yanı. Şokolad Əli, Ovka, mən bunu çıxardım, heç qalsın. Çıxartma qadası, çıxartma. Sen de benim yanımda. Təminlə get görüş. O tərəfdən get belə, o tərəfdən, burada. Və nəticə olar da, bunlar nəticələrdir. Nəvələrdir. Nəvələrdir. Bu Çingizin qızıdır. O da bu böyük tayıdır, bu da o. Atası oxşayır, maşallah. Bu da o dil bundadır, dil bunda. Bu nədir bilirsən? Bu gözəllikdir, Ay, şahzadədir. ay, maşallah. Bu bəzəsin, dodaq, saç, kraska, baytdadır. Bu Maşallah. dediği sözü. deyir, bu onu çox sevir. Oturur axşama kimi kraskalayır. Gəlir dodaqla. Mən dedim. Bir məni bax gör, nəyə oxşuyuram mən. Ay Allah. Xoşu gəlmədi. Mənə yaxındır belə. Xoşu gəlmir. Danışsın. Maman evdə. İstəmir. Niyə gəlmir? Nənə, Nə deyir? Allah saxlasın. Nənə, Bu şey. o girkəni əlinizdə, heç burada oxalamırsınızmı? O qədər yemək O quzu qulağı, nə bilim, belə şeylər, isə belə bir... ondan kuzu kulağı, ondan sonra burcalaq. O Murcalaq var idi. Murcalaq adında. Murcalaq. Sonra pişik cırnağı. Pis nə bilirəm, murcalaq nə bilməm. Murcalaq yemli kimi kıvırcık olurdu. Sonra qoş quzu deyirdilər. Ay o belə yumru çıxırdı, neçə şeylər var idi.
Xam yerlərdə olurdu, gedib qazıb yerdik. Qoş quzu, ha. Pişik cırnağını pişirib O pişik cırnağını bilirəm mən onu. Amma İndi bu burcalağı saatda bizə eşidirəm. var, hə, o burcalaqdır, qoş quzudur. Qoş quzu Ondan sonra yazdın orada, hə. O çox yaxşıdır, yaxşı. Elə bitkilər var idi, xam yerdə bitirdi. Biz uşaq idik, gedirdik dağa doğru gedəndə o şeyə tarlanın içində lalələr bitirdi. Balaca yeyirdik onu biz. Gül açmamış lalə yeyirdik biz. May ayında. Bizim kəpər doludur. Bu toyuq cücə saxlayırıq indi biraz. O dedim ki, belə baxırdın. Malı o qədər yerdik ki. Lalə deməli bu zaman olanda qıpqırmızı, nə bunların şəklini Biz çəkdirmişik. də yemişik. Hələ o da hanı bilmirəm, bunlardadır indi, anasındadır, mamasındadır. Yemlik sat var idi. Belə bir şeylər yedik. Yemlik başqa, neçə cür yemlik vardı bu enlilikdə. O şurumlarda. Kək otu, ət otu. Hə, süd deyən yem, hə. Hə, ondan sonra biz buranın yeməyinlə buranın yeməyi tutduq. Nənə, evdə indi kərə yağı əridirsiniz də pişirəndə. Hə. Oradakı iyi gəlirmi, oradakı yağı əridirdə? Bəkərə az gəlir. Yox, gəlir. Az kərə. Bilirsən nədir? Mən 10 kilo, 15 kilo ilə zakaz gətizdirirəm. Yağ indi vermişik. Deyir 15-ində ətirəcək. Biz həməşə pensiyanı onunda alıram. Deyirəm onunda bizə 10 kilo, 15 kilo nəyin var bizə göndər. Süd göndərirlər şeydən, Mingəçevirdən. Bunların orada tanışları var. Onlar çoxlu malları, qoyunları, yəni onlar o şeylərdəndir, nə deyirdilər, mal qoyun saxlayanları, tərəkəmələrdir. Hə, onların özlərinin müəllimdir kişi, savadlı, gözəl, nəvə, nəticə, hamısı tökülüb onunla məşğul, mal qarı ilə məşğuldur. Bir bizə yox, Bakıda xüsusi adamları var ki, zakaz verirlər. Yumul biter tozağan deyirdik biz ona. Tozağan, hə. O yeyilirmiş, dərman imiş. Demə o yap biz onu yemirdik. Tozağanı yox, yemir. Yox. Tozağanın öyü yıxılsın, darılqa boyda, burada mən köbələk gətirirlər, amma burada köbələklər var. Başda da yeməklə doymaq olmur o köbələkdən. Biz onu bəlkə də bilməmişik. Burada yox, dəvə. Meşəliklərdə olurdu. Yaxşıdır. Quzu qarnı deyirlər, balacadır, nə bilim mən də, belə balaca, sonra qaz ayağı kimi belə bizim o qudalar, mənim qudam şeydir, tatdır. Dəvəçidə evimiz var, oradan. O kişi gətirirdi, bir gün getmişik, kişi yaxşı kabab, bu yan arvad da yaxşı kabab pişirir. Belə şeydə, onların ocağı başqa cürdür. Hə. Bir də baxdım ki, elə bildim makaron pişirir. Dedim, ay bacı, yedik, içdik. İndi bu sən gecənin bu gözündə makaron nə inirsən? Dedi, bu ayrı makarondur, ay Nərman müəllim. Süzdü, gətirdi. Bunun dadından doymaq olurmu? Xırtaya kimi yemişəm, təzə başladım. Bundan elə həmişə hətta buraya göndərirdi, kişi göndərirdi, gətirirdi. Burada hamısını pişirirdilər. Bizim o uşaqlar yığılırdı. Şüşügilin ailəsi, sonra Tərgülgilin ailəsi gəlirdilər, yeyirdilər. Deyirdim, bəli. Bizdən bəzi əpəl, o dediyimiz burada bitki bizdə olub bəlkə də çox yeməmişik çox şeylər. Nənə, inək sağırdınız özünüz, öz inəyinizi sağırdınız mı? Hə, sağırdım. Nə qədər südün olurdu? Nə qədər süd əldir? Yaxşı süd verirdimi? İntensiv idimi? Bir inəyim var idi. Adı nə idi inəyin? Bir dənə bağışdı. İnəyin adı nə idi? Barın idi. Barın. Barın. Hə, indi deyin. Bir dönüşe bir vedre süt verirdi. Ayrılmış. Bir vedre süt verirdi demek. O da elə bilirdi, nə bilim, elə yağdı. Hamı derdi ki,
Bunu qatmayanda biz delə deyirdilər, südü çox olana. Keçinin südünə bax, keçinin südü təmiz başdan ayağa. Keçinin südünü heç kim yaxın qoy. Sən demə. Ana südüymüş, keçi südü. Nənə, inək sağanda mahnı oxuyurdunuz mu? İnək üçün. Ana, Bu elədir. Mən bir dənə şeydim, paneldə qaldıq. Biz kolxozun binəsində uşaq idim, Gülsüm nənənin yanında. Orada rəhmətli Qubalı nənə var idi, Qubalı. Elə qəşəng mahnı oxuyurdu ki, mən onun mahnısını darıxırdım. İnək sağa-sağa. Qubalı. Qubalı nənə vardı. Siz də mahnı oxuyardınız onda olar. Heç inək təpi ilə vurub gecəni aşırıb mı? Ana var idi. Bir inəyimiz var idi. Vuraqan. Burada. Məni tanıyırsan burada. İnəyim benim. Ana. Göydə olmamışım. Mənim paltarımı görürsən. Mənim belə papağım var idi, belə paltarım var idi. Bundan xuyuxumuz. Bundan sonra da titreyim mi? Neyləmişdi? Çekebilirsin. Uylanmışdı. Kullanmış. Titrarım səndən ötürü. Demək. Titreyim mi? Allah ilə eləsin. Hasını xoşlayırsan, de görüm hələ. Aha. Qavaqdan da bağlıyorduk. Mümkün olmur. Az qırma. O kimdir? Sensin. Elə vuruldu. Mən ha? Tanıyırsan? Vuraqan. Oy gedə, nə amansan? Uylanmış. Uylanmışdı. Hardadır qədəsi, burada hardadır tabi. Oy Allah, bu məni tanıyır hər yerdə. İndi burada tanı. Bu da Asel'di, Asel. Bu Asel'di, Asel. Aya yox, indi qulaq as, burada tanı. Nərman müəllim, sizdən çox şeylər danışarıq, çox şeylər öyrənəcəyik sizdən, Nərman müəllim. Çox şeylər öyrənib kitaba yazmaq lazımdır. Gələcək nəsil Sən üçün hələ qoymaq lazım. veribsən birini. Yenə yazacağım, yenə yazıram. Ya. Bax, indi nənə danışır, siz danışırsınız. Bu hamısını Yox, kitaba o zaman salacağım. da hamısını yığacam buraya. Buru ilə bir olsun, bax Yaxşı, buru ilə bax bir. Nəvə, nəticə hamısını Anam da deyəcəm, çox istəyirdiniz də gəlsin. Anam çox namuslu, hürüstah. Allah rəhmət eləsin. Kim? Anamı deyirəm. Yox, anamla danışmaram Gülüstü. mən. Hələ Gülüsüm arvad nə tər arvad idi? Kim? Sağınçı, Gülüsüm. Məşədilərin Gülsümün, Əli babamın Yaxşı arvadı. adam idi. Hürüstü. Yaxşı adam. Yox, yaxşı adam. Misri tanıyırdım ha. Ya tanımırdım. Yadımdan çıxartmışam hamısını. Əli kişi nə tər idi? Allah rəhmət eləsin. Deyil. Ay bala. Gəldi indi Bakıya köçdü. Hələ belə baxın. Elə çox bilmiş adam idik. Hələ söylürsünüz ki, biz köçdük, gəldik canımıza. Hala, axırına baxın. Axırını görəsiniz. Axırını. Nərman müəllim, o deyirdi ki, o vaxt cəmaata ki, ay cəmaat, burada ev tikməyin, Erməniyə qalacaq. Mən onu bilirəm. Deyirdi, yox, öyle də deyirdi. Deyirdi, buraya gələndə də deyirdi. Burada da bizim deyildi. Buradan da gedək. Deyirdi, gələndə deyirdi. get var. Burada Getmədilərmi çoxu Türkiyədə, Hiss Amerikada, deyirdi. nə bilim İranda, Toranda müharibə devri. Onun ağzını Bütün bağlayıb. canavarların hamısı gəlmişdi. Axı müharibədən köçüb, qaçıb gəlmişdilər. Kənddə malqara axşamüstü olanda cırıq-cırıq eləyirdilər. Gecə itlər qalmırdı. Hamısını yeyirdilər. Bu Gecə yatırdım. bir eşəkləri aşağımızda eşəkləri var idi. Bir canavar indi arxadan yer, bu da başını qulağından tutub şeydir, daşlayır ona. Ki canavar mənə hücum. Vay, vay, vay. Hə, Kətdə yoxsa yaylaqda? kətdə. Kənddə, belə şeydə Tutmuşam indi bu quyruğundan. Bu da tutubdu belə. Geri dönür, belə dönür, üzümə baxır, ən bağzını bağlamışam. Canavarın ağzını bağlamış. o Girişəmir mənə da, nə də bu damını yeyə bilmir. Hə. ay bunu yaxşı. Çəkdin? Get. Ondan sonra da Get gəl, gedir cəmaat ondan get. sonra da şeydir. Deyirdi gülahtır. Elə. Hə, ondan sonra Külür. Maraqlıdır. Vəfa, sən görsən, deyir, canavar deyir, üzbəüz mən ağzını bağlayırdım yaxınlığımda. Mən çox maraqlıdır belə şey. Adət ənənələrimiz yavaş-yavaş aradan qalxır. İndi dəyişirilir. Onlar bəziləri deyir ki, biz
7 nəsildən dönənimiz də o adət ənənələri buraxan deyilir.